Sen yar dildar isteme, Sen yar dildar isteme. bir vefadır çün bu alem, kimden istersen vefa. Bir vefadır çün bu alem, kimden istersen vefa. Bir vefa alemde sen yar vefadar isteme. Yar vefadar isteme. Heydərliyin qızılbaşlığın içində yeri. Heydərlik əslində Yəsəviyyənin içindən çıxma bir təriqatdır. Burada bir məsələ var. Təriqatların siyasi olaraq mərkəzdə olduğu dövrlər, məzhəblərin siyasi olaraq mərkəzdə olduğu dövrlər. Səlcuqlardan ta 18-ci əsrə qədər türklər dövlət olaraq ən çox işləyirlər təriqatlarla. Niyə görə dövlət təriqatla çox işləyir? Türk dövlətləri ictimai həyata müdaxilə etmir. İctimai həyatın içərisində yer alan təməl güc təriqatdır. Əgər diqqət edərsəniz, İslam coğrafiyasında təriqatların ən sürətlə yayıldığı dövr Səlcuqlardan etibarən başladı. O vaxta qədər təriqat kimlikləri zəifdir və təsirli deyildir. Türklər gəldikdən sonra, xüsusən Toğrul bəylə də etibarən, təriqatların sayı hesabı yoxdur. Yayılmağa başladı. Sadəcə bizdə deyil, ərəblərin də öz içərisində təriqatlaşmalar gedir. İrani xalqların içərisində də təriqatlaşmalar gedir. Hətta hindlilərin içərisində də təriqatlaşmalar gedir. Ən çox da təriqatlaşma olur türklərin içərisində. Bunların da təməlində Yəsəvilik ki, özü də Məlamilikdən qaynaqlanır. Məlamilin özünün Xorasana xas xüsusiyyətləri var. Sadəcə İslami tərəfləri yoxdur, eyni zamanda Buddist tərəfləri də vardır, təsirlənmiş həyat tərzləri də vardır orada. Məlamilin içərisindən bir çox qollar çıxır, əsas qol olur Qələndəri. Yəsəvilər və Yəsəvi dərvişlərinin çoxsu elə Qələndəridən gəlmədilər. Qələndərin içərisindən. O içərisində əsasən 3-4 böyük türk təriqatı formalaşır. Bunlar Qarqinilikdir, Dədə Qarqından gəlirlər. Dədə Qarqının sizə deyim, Babai hərəkatı vardır. Babai ləfəl. Anadoluda 1340-cı illərdə Türkiyə Səlcuqlu dövlət. Bəli, üsyan da edirlər. Babai üsyanı. Baba İshaq və Baba Rəsul başda olmaqla. Osmanın qaynatası o da Babai içərisindən gəlirlər onlar. Çünki onlar haqqında Əlvan Çələbinin yaxşı bir əsəri var. Bunların kimliklərini falan verir. Təriqat kimliklərini verir. Qarqinilik və daha sonra oradan çıxır Vəfailik. Vəfailiyin eyni zamanda İraq coğrafiyası içərisindəki Kürdlərə falan da böyük təsiri olmuşdur. Və onlardan biri də Heydərlikdir. Heydərliyin xüsusiyyəti nədir? Heydərliyin təməl xüsusiyyəti odur ki, Heydərlilər öz üzərində dəmir əşyalar gəzdirirlər. Yəni qulaqlarında sırğa, burunlarında halqa, daha sonra boyunlarına və bədənlərinə zincir dolama. Deyəlim ki, İranda 19-cu əsrin axırlarında bir fotoqraf çəkilib. Adamın birisinin özünü zincirlə küçəyə bağlama. Bu əslində təriqatdan gələn xüsusiyyətdir. Bu bir həyat tərzidir. Və digər xüsusiyyətlərin biri də otdan keçmə anlayışı var bunlarda. Yəni ki, yanan odun içərisindən şeyxin indi cəzbəlidir filandır. Tonqaldan tullanmaq. Yox, yanan odun üzərində dans edirlər. Belə şeyləri filan vardır. Şey vardı burada. Ritualları filan vardır. Geyikli babazar. Geyikli baba var, Baraq baba filan vardır bunlar. Bunlarda bu rituallar əsasdır. Bu təriqatlarda da bir xüsusiyyət var. Təriqatlarda dini ibadətlər çox ön planda olmamışlardır. Dini ibadətlərin ağır olduğu təriqatlar vardır. Deyəlim ki, Nəqşibəndilik, Qadirilik kimi. Amma bu kimi şeylərdə əsasən daha çox cəzbə halı, şaman oyunları kimi oyunları var bunların. Nə deyirlər ona? Səmah. Səmah. Bəli, səmah. Bunlar kimi həyat tərzi ön plandadır. Kütləvi halda gəzirlər, Qələndərilər hətta 19-cu əsrə qədər bunlar yaşayırlar. Tüm bu kimliklərin yox edilməsinin səbəbi 20-ci əsrdir. Yəni bunlar çoxsu 20-ci əsrin əvvəllərinə qədər gəldilər yəni. Cəfəri şeydir, məzhəbdir. Məzhəbi kimlikdir. Heydəri təriqatı kimlikdir. Cəfərilik deyilən şey əslində bu bizim bugün bildiyimiz şiyyəlik əsasən 3 qola ayrılır. İsni Əşəriyyə deyirlər buna. İsni Əşəriyyə 12 imamçılıq